binanın 165 sürətlə gəldiyindən danışmır? Niye biri ondan danışmır? Niye biri ondan danışmır? Oğla 165 ile gelip niye ona biri danışmır 60'lık yolda? Niye biri onu demir? Niye onun sürəti gizlenir? Niye biri ondan danışmır? Niye ekspertiz onun sürətini yoxlamır? Neyliyim, öldürüp özümü? Ne istiyorsunuz benden? Yaxşı, sakit ol. Ağlama. Ağlama. Hey. Ben buradan Cənab Prezidentime seslenirəm. Kurban olup sesimi eşitsin. Hiçbiri durup ondan danışmır. Ben neylemişim? 60'lık yolda 60 gelmişim. Pavarotnikimi 80 metre kabak yandırmışım. Haber bildirmişim. Niye müstendik o binanın bir videosunun bir tarafını paylaşıp ikisi birbirine bağlı ola? Niye bu tarafı paylaşmayayım? Hani adalet, hani? Ne istiyorsunuz benden? Ne istiyorsunuz benim canımdan? Ölmeyi mi istiyorsunuz? Oğlumun malcesi kalıp gitti, haydi ben oğlumu malca eləyə bilmirəm. Otizm xəstəli oğlum kalıp orada 6 aydır beni evimden ayrı koymuşsunuz. Hani adalet? Hani kayda kanun? Nujeli bir ananın feryadını eşitmirsiniz. Niye benim vətən sevgimi bu kadar öldürürsünüz bende? Danışa bilmirəm, niye bilmirəm? Öldürmek istiyorsunuz beni, ne istiyorsunuz benim canımdan? Demeyi istemiyorum ben burada çok şeyi. Yorulmuşam, Allah hakkı yorulmuşam. Kur'an hakkı yorulmuşam. Yalanlar çıkırlar canlılarına. Orhan, o Orhan var ya, jurnalist, maşenlik. Çıxır, bilmirəm onun fikri nədir, zikri nədir, mənə qarşı nə istəyirsən? Jurnalistsən, iki başlı işimi gör. Necə belə eləyə bilərsən? Yalanlar deyirlər, şəhərliyirlər, güya məni orada görənlər məhkəmə açıq məhkəmədir. O qədər millət ora yığılır. Şəhərliyirlər, güya arzu barmaq, orta barmaq göstərib. Əgər mən elə eləmişəmsə, səhər balalarım səhərə çıxmasın. Bəstirin də. Niye biri onun oğlunun sürətindən danışmır? Ölsəm rahatlaşacaqsınız. Bəstirin, hərimiz bir cür canlıya girib danışırsınız. Mən də bir anayam. Mənim 4 balam göz yaşında məni gözləyir. Mənim otizm xəstəli oğlum gözləyir orada məni. Danışa bilmir. Hani bu qayda qanun? Ben prezidentimize seslenirəm. İmam Əliyev, kurban olum. Mənim işimi nəzarətə götür. Gör mənə qarşı nə eləyirlər. Heç bir sürət yoxlanmayıb. Ekspertizə elənməyib. 11 seslenirəm. İmam Əliyev, kurban olum. Mənim işimi nəzarətə götür. Gör mənə qarşı nə eləyirlər. Heç bir sürət yoxlanmayıb. Ekspertizə elənməyib. 11 vəsadət 11'i kabul olun. Bir maşın gedin. Azerbaycan kanununda 51. madde var. 51. madde var. Abqon yoluna keçir. Streçli yola keçir. Mən Pavarotnik'i qabaqcadan yandırmışam. Bildirirəm, dönürəm. O sürətdə mən onu necə görüm? 165 gedən sürəti. Mən necə görüm? Necə görüm? Söndür onu bak şey. Bestirində ne istiyorsunuz benim canımdan? Sakit ol. Bağlı canım. Ne istiyorsunuz? Ne kadar şer atanlar, ne kadar böğüten atanlar. Adam dövüyor. Yorulmuşam, Allah hakkı yorulmuşam. Kedim atıp özümü körmüden. Rahatlaşacaksınız. Onlar hamısı kan. 100.000 istediğimiz pulu vermedim diye. Ay karşı taraf. Ona göre yönelirsiniz bunu bana. He? Ona göre. 100.000'e göre. 100.000'e göre benim 4 balamı cansız koyursunuz, anasız koyursunuz. Adam dövüyor. Ha bak karşı tarafa seslenirəm. Sizin canınız yanır, sizin yüreğime gidip Allah rahmet eləsin.
Siz beni burada öldürmüşsünüz. Beni öldürmüşsünüz burada. Siz beni diri diri öldürmüşsünüz. Deyir beni polise şikayet edeyim. Niye elədim? Atama yığdın dedin ki atası. Kızın atası. Yığdın dedin o kızı getirsin bana 100.000 versin. Hardan vereyim? Hardan vereyim ben sana bunu? Kızımın başına oynatacağım. Seslerin durun. Getirin bunları sosyalleştireyim. Gittim şikayet elədim ki ben canımla korkuram. Ben burada tekem. Tekem burada ben. Ne istiyorsunuz benden? Ne istiyorsunuz? Bunları ben danışmıram. Aylarda Allah şahidimdir. Benle çekirəm. 6 ayda. Ne istiyorsunuz benden? Ne istiyorsunuz? Bunları ben danışmıram. Aylarda Allah şahidimdir. Benle çekirəm.